Burada böyle dayanacaqdır. Burada göstərir avtobusların hərəkət istiqamətini, marşrut. Məsələn, belə avadanlıqlar var burada. Kənd təsərrüfatı üçündür yəqin bunlar. 74 nömrəli avtobus da keçir burada. Fırlanırsam müasir tiplə tikilən mağazalar içindən gəlir. Avtobuslarla nömrəsindən gələcəm deyəcəm sizə. Yəni çox toplantı gəlib, yəni buradan alır, toplantılar da alır burada. Burada dükanlardır bunlar. Burada geyimlər, paltarlar satılır. Yəni tekstil geyimlər satılır. Avtobusda 211 gəlir bura. 211 nömrəli avtobus. Belə maraqlı yerdir yəni ki. Geniş yerdir, maraqlı yerdir. Yerlər var, Türkiyə, Azərbaycan tekstil satılan yerlər var. Abo yerlər, tekstil satış mərkəzi qarşıda. Salam, hər vaxtınız xeyir olsun. Bu günlər daha bir videola qarşınızdayım. Abşeron Ticarət Mərkəzindən sizlər üçün vlog hazırlayacağım. Bura yeni ticarət mərkəzidir, yeni açılıbdır. Ona görə burada gəldim ki, sizlərə vlog hazırlayam. Burada yeni dükanlar, yeni mağazalar var. Yeni yerdir yəni ki. Səhv eləmirəmsə burada ilk vlog çəkən mənəm. Mağazalar çoxsu yəni ki açılmayıbdır. Yəni təzədir, yenidir. Amma ki çox səliqəli yerdir. Yəni ki burada maşınla rahat gəzirsən, maşınla hərəkət edirsən, dükanlarda saxlayıb alış-veriş eləyə bilirsən rahatçılıqla. Belə topdan tekstil satılan yerlər var. Türkiyə, Azərbaycan tekstil satılan yerlər var. Abo yerlər, tekstil satış mərkəzi qarşıda. Sıralar hamısı da səliqə ilə göstərilibdir. Abşeron Ticarət Mərkəzidir bura. Yəni sizlər üçün gəlmişəm burada, yəni ki video çəkəm. Ona görə bu zəhmətimin qarşılığı olaraq mütləq videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin, kanala abunə olun. Məsələn burada var Qədurxum belə tekstil mallarıdır. Geyim dükanıdır bura. Sonra çox maraqlı yerdir yəni ki bura. Tekstillər, əşyalar, paltarlar. Avtobusda 211 gəlir bura. 211 nömrəli avtobus. Belə maraqlı yerdir yəni ki. Geniş yerdir, maraqlı yerdir. Geniş dükanlar, qiymətlər, geniş yerdir. Dükanlar var, tekstil dükanları. Cürbəcür, növbənir, kilo ilə paltarlar satılır buralarda. Bu da dükanlardır bunlar. Bu da geyimlər, paltarlar satılır. Yəni tekstil geyimlər satılır. Maraqlı belə səliqəli, üstü örtülü yerdir. Gözəl yerdir. Yeni açılan. Mağazaların hamısına girə bilməyəcəm. Mənə qədər maraqlı olanlarına girib çəkiliş eləyə bilərəm. Məsələn burada Abşeron Ticarət Mərkəzində belə bir dükan var. Dükan adı Qədurxumdur. Burada paltarlar satılır, maraqlı. Maykadır, nə bilim, corablar, paltarlar. Geniş belə iki mağazadır. Maraqlı, isti, işıqlı, şüşəli, müasir tiplə tikilən mağazalardır. Bir çox mağazalar burada, yəni ki, belədir. Burada nə bilim, burada belə vasitələr də satılır, yuyucu vasitələr. Burada topdan satılır. Topdan pərakəndə də var. Təzə açılır da yəqin bu ticarət mərkəzi. Topdan və pərakəndə satılır. Yəni geniş məkanda şu vlog çəkəcəm. Bütöv vlog çəkəcəm. Ona görə hər birinin qiymətini soruşmaq istəmirəm. Yəni ki belə bütöv çəkdim ki belə maraqlı yer var. Yəni ki burada gəlib alış-verişinizi eləyə bilərsiniz. Belə paltarlar da var maraqlı. Burada gəlir 28 may metrosundan gəlir. Avtobuslarla nömrəsindən gələcəm deyəcəm sizə. Yəni çox toplantı gəlib, yəni buradan alır, toplantılar da alır burada, pərakəndəçilər də alır. Toplantılar da gəlir alır buradan. Yəni ki pərakəndə də satış var, pərakəndə də alırlar. 201 gəlir məsəl üçün E1. E1 desən xalqlardan da gəlir bura. Səhv eləmirəmsə xalqlardan gəlir E1. E1 nömrəli avtobus orada dayanıb E1 gəlir. Belə top qapılar da satılır. Aboy, hər bir şey var. Müasir ticarət mərkəzidir bura. Buranın bir şeyi də xoşuma gəlir ki,
Çox səliqəlidir, genişdir, yol genişdir. Avtobus dayanacaqları müasir tikilibdir. Həm də ki rahat gəzib tapa bilirsən də, genişdir. Dükanlar genişdir, mağazalar genişdir. Maşınla gələn adam üçün daha yaxşıdır. Rahat fırlanırsan, dükanları gəzirsən bir-bir, yəni maşınla rahat gəzə bilirsən dükanları. Maraqlı dükanlar var. Hamısına girə bilməyəcəm. Yəni ümumi olaraq göstərirəm. Ümumi olaraq göstərirəm ki, yəni ki belə maraqlı bir yerdə tekstil. Burada daha bir tekstil mağazası var. Karnis, pərdə, elektrik malları, mağazalar var. Gün qarşıdan vurur. Video ola biraz qaranlıq görsənsin. Keçəcəm qarşı tərəfə. İlk vlogdur dostlar, səhv eləmirəmsə bu Abşeron Ticarət Mərkəzindən. Ona görə bəyənlərinizi gözləyirəm, şərhlərinizi gözləyirəm, əsas kanala abunə olmağınızı gözləyirəm. Əsas kanala abunə olmağınızdır, videonu bəyənməyinizdir. Məsəl üçün qarşıda otel məhsulları satılan dükan var, sol tərəfdə. Otel məhsulları satılır. Çoxdur, genişdir. Bir-birindən bunların hamısına girə bilmərəm mağazanı. Ümumi olaraq göstərirəm. Əgər bu videoya 1000 bəyəni gəlsə, ən az 1000 bəyəni gəlsə, mən buradan yəni, ikinci vlogu hazırlayacağım. Onda daha geniş çalışacağım ki, mağazaların hamısına gireyim, qiymətləri sizə təqdim edeyim. Geniş belə yer, ticarət mərkəzidir. Hal-hazırda gedirəm, belə restoran da var. Hal-hazırda gedirəm mən bina ticarət mərkəzinə. Yəni, buranı keçirdim, dedim sizin üçün vlog hazırlayayım. İnşaat malları, hər bir şey var. İnşaat malları, təsarruf. Olsa buradan Y1 keçir. Bir də 206, 208. Buradan Y1 keçir, gördüm Y1 keçir. Bir də başqa avtobus keçir. Şimdi o keçsə yenə nömrəsini deyəcəm sizin üçün. Maraqlı yeni ticarət mərkəzidir bura. 74 nömrəli avtobus da keçir burada. Yeni ticarət mərkəzidir. İndi elə olur ki, bəzi dükanlara girirəm ki, çəkilişə icazə vermirlər, deyirlər olmaz çəkiliş. Onları çəkmirəm. Yəni belə dostlar, maraqlı yerdir. Daha çox burada inşaat malları satılır. Yəni bəzi dükana girdim, bir-iki dənə dükana deyir icazə olmaz. Yəni belə ticarət mərkəzi, müasir ticarət mərkəzidir. Hamı çox adam bilmir. Məsələn mən bilmirdim. Mən birinci dəfədir bilirəm. Çəkib göstərim, siz də biləsiniz, gələsiniz, alış-veriş eləyəsiniz, belə maraqlı yerləri göstərirəm də. Gəlib alış-veriş eləyəsiniz. Məsələn, belə avadanlıqlar var burada. Kənd təsərrüfatı üçündür, yəqin bunlar. Belə məhsullardır. Sonra tikinti məhsullarıdır, keramika, tikinti məhsulu, alpçıpan, profil, belə motosiklet satırlar, araba, tikinti materialı, bak. Yəni bildiyiniz yəni tekstil də var, tikinti materialı da var. Yəni böyük bir ticarət mərkəzidir. Burada da belə dayanacaq da burada göstərir avtobusların hərəkət istiqamətini, marşrutlar, dayanacaq, sıra, korpuslar. Belə yaxınlaşdırıb baxa bilərsiniz, videonu saxlayıb. Məsəl üçün E1, Xalqlar Dostluğu Koroğlu, Sahil metrosu, Azərbaycan meydanı, Abşeron Ticarət Mərkəzindən gəlir birbaşa. Xalqlar Dostluğundan. Qızıldaş qəsəbəsindən 126 gəlir, 20 yanvardan 130 gəlir, Rökbatan qəsəbəsindən 174 gəlir, Binəqədi Mərkəz Mədəniyyət Evindən yanından 176 gəlir, 20 yanvardan 194 gəlir, 195 gəlir Salyan şosesindən, Nəsim metrosundan 205, Gəncə metrosundan 211, Ceyranbatandan 505, Sumqayıtdan 509, Masazırdan 539, Müşfiq qəsəbəsindən 557, Xırdalandan 596 gəlir.
Burada da yazılıb ki, bax, nə harda satılır. Birinci sırada tikinti materialı, xırdavat, təsərrüfat alətləri, prestij A, elektronika, pərdə, jalüz, prestij B, məişət texnikası. Əlavə istəsəz nömrə var orada, zəng edib maraqlana bilərsiniz. Yəni bu əladır, bax xoşuma gəldi. Bax belə məlumat tabelası, məlumatlandırıcı. Dayanacaqdır belə qəşəng. Yəni ki, məlumat tabelası da buradadır. Saytdan da maraqlana bilərsiniz. Göstərir bax nə harda satılır. Prestij A-da elektronikadır, pərdədir, jalüz, parça, xalça, yataq tekstili, mətbəx tekstili, körpə uşaq tekstili, cehizlik, toy aksesuarları, geyim, məktəb və ofis ləvazimatları, prestij B-də məişət texnikası, qab, qacaq, uşaq aləmi, gül, xonça, hər şey, kosmetika, bəzək aksesuarlar, bijuşeriya, təmizlik, plastik. Yəni belə qəşəng məlumat tabelasıdır. Gəlib alış-verişinizi eləyə bilərsiniz. Yəni geniş məkanda. Yəni belə məlumatlandırıcı video üçün dostlar, mütləq videonu bəyənin, kanala abunə olun. Şərhlərdə öz fikrinizi bildirin. Bu videoya 1000 bəyəni versəz, buradan daha qəşəng, maraqlı video hazırlayacağam. Belə dostlar, qısa olaraq ticarət mərkəzini çəkdim, təqdim etdim sizlər üçün. Yəni yeni açılan ticarət mərkəzidir. Rəşbatanın dairəsidir bura. Mənə dəstək olmaq üçün mütləq videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin. Kanala abunə olun. Növbəti videolarda görüşənə dək.